ailenin özəyidir. Ailəni saxlayan bir vasitədir. Ona görə də qadınlar bütün cəmiyyətdə bizim çox əhəmiyyətli rol oynayırlar. Tək elə bir devlət işlərində yaxud da ki biznesdə falan da yox. Evdə oturubdur, ailəsini saxlayır. Öz ailəsi ilə məşğuldur. Amma onun da xidməti ondan ibarətdir ki, onun uşaqları sağlam böyüsünlər. Cənnət anaların ayaqları altındadır. Ananın sözündən alıram qüvvət, qaladır verdiyi hər bir nəsihət. Ana varlığındakı nur o qədər güclüdür ki, heç nəyi görməsə də övladını o görür. Qadına hörmət et, çünki o insanoğlunun anasıdır. Fədakarlığı, sevgini, səbri, gözəlliyi özündə əks etdirən varlıq anadır. Heç bir şey qadını ananın sevgisi qədər gözəlləşdirə bilməz. Qadın kitaba bənzəyir. Onu sevərək və diqqətlə oxumaq lazımdır. Qiyməti ölçülməyən tək şey ana sevgisidir. Dünyanın misli bərabər olmayan varlığı, yaranışın əsl möcüzəsi anadır. Ən gözəl qadın, ən xoşbəxt qadın, ən xoşbəxt qadın isə ən güclü qadındır. Yoxdursa dünyanın ucu bucağı, hər yerdən istidir ana qucağı. Qaytar ana borcunu, o borc sənin özünsən, özünü qaytar geri. Əgər olmasaydı ana zəhməti, qazana bilməzdim heç bir şöhrəti. Ana haqqı ödənməz, sevməyə ömür yetməz. Bütün dünya bir olsa, bir anam etməz. Ana, ana, ana. O adın qarşısında bir qul tək. Həmişə səcdədə olmaq mənə fəxarətdir. Ana, bax bu sözün mənası nədir? Ana, o da aşiq pərvanədir. Dolanır başına daim övladın, ana müqəddəsdir o təmiz qadın.